Görürsən necə 7-0 da. Gəl başlayaq. Yenə mən başlayım. Sıxoydan çıxdım qəşəng. Yeri bax. Deməli Elnur, dedik ki, bugün danışaq orientalizmi, şərqşünaslığıdır. Əslində dünya çempionatı gedir indi və mən baxırsam o dünya çempionatı. Baxıram Murad, baxıram. Səhər 5-dədir, baxa bilirsən. Hələ ki o 5-dəki, 3-dəkilərə yox, amma yəni 8-də, 11-dəkilərə baxıram, hələ 9-da olsa. Yəni saatın belə olmağı, məsəl üçün əslində Avropa mərkəzçi düşüncədə, yəni normalda hər şey Avropaya görə hesablanırdı da. Yəni meridiandan tut hər şeyə qədər. İndi amma oyunlar Latin Amerika məntiqi ilə mərkəzinə işləyir. İndi Avropalılar baxa bilmirlər də futbola. Əslində bu bəlkə də postkolonial söhbətə biraz oxşayır. Oxşuyur, amma 2002-dəki dünya çempionatında bizə uyğun idi sanki, hə? Sadəcə 1-də, 3-də, 5-də zət belə futbollar başlayırdı. Amma bu birisini çatdırmaq olmur. Biraz elə bir oynadıblar Avropanın yerindən. Çünki yəqin futbola baxanların çoxu Avropadadır. Yəqin elə düşünülür. Ya bunun özünü də Avropa eləyib. Yəni Avropa mərkəzçiliyi özü də Avropa dağıdır. Ona görə də indi əslində elə belə light mövzudan tut, ciddi mövzulara qədər bu orientalizm mövzusu həmişə belə fırlanıb. Bizə də çox uyğundur əslində bu tema. Yəni sən başla nə bilim əsas birinci söhbətdən sən başla. Orientalizmdir, hə, bugünkü danışmaq istədiyimiz mövzu. Orientalizm hardan başladı? Yəni bir necə deyək, mübahisə mövzusu kimi. Edward Saidin 1978-ci ildə bir kitabı çıxdı, adı Orientalizmdir. Orada Said göstərməyə çalışır ki, şərq özlüyündə orientalizm kimi qələmə verilən şərqin şərqlə heç bir bağlılığı yoxdur. Bu sadəcə qərbin şərqlə bağlı uydurduğu imajlar toplusudur ya da təmsillərdən ibarət bir şeydir. Və buna görə də təhrif olunmuş versiyadır. Orientalizm akademiyada müəyyən qədər yer tutur. Həmin vaxtda daha çox tuturdu. İndi niyəsə onun artıq o kitabdan sonra başqa bu minvalda olan digər kitablarla bir yerdə daşları laxlamağa başladı. Təməl məsələ ondan ibarətdir ki, Edward Said 2 nəfəri, Foucault-nu və Gramsci-ni götürüb və onların belə deyək, düşüncə instrumentarilərindən istifadə edir və öz tezisini ortalığa qoyur. Foucault-dan ona görə istifadə edir ki, o diskursu götürür Foucault-dan. Bu mənada ki, diskurs bilik özü güc formasıdır. Bunu əvvəllər demişdilər. Bilik güc forması kimi yuxarıların aşağılara qarşı istifadə edə biləcəyi bir instrumentaridir. Və qərb də şərqi izah eləməyə çalışanda məhz bu minvalla bilik toplayır. Və şərqi şərqiləşdirir deyir. Məsələn, şərq olur oriental bir şey. Əslində şərq özlüyündə bir varlıq kimi saf halda var, amma onun hansısa bir təbii formada təsvirindən çox hansısa qərb üçün istifadə edə biləcəyi, bu siyasi ola bilər, ideoloji ola bilər, iqtisadi və ya elmi ola bilər, öz hökmranlığını şərq üzərində qurmaq üçün yığdığı təmsillərdən ibarət bir topludur və bunu diskurs kimi Foucault-dan götürür və istifadə edir. Gramsci məsələsi isə odur ki, Gramsci bilir ki, Marksist ənənədə onun bir dənə kultural hegemoniya termini var ki, Marksistlər, ənənəvi Marksistlər elə düşünürdülər ki, tutaq ki, cəmiyyətdə yuxarı sinif, aşağı sinifi idarə edir və bu sırf güc formasında özünü büruzə verir, bu idarə etmə. Amma Gramsci-də belə bir şey ortalığa çıxır ki, bəzən subordinasiya qrupları özü könüllü şəkildə bu hakimiyyətə qol qoyurlar və ya bu hakimiyyətin altında olmağa qol qoyurlar. Bu necə baş verir? Məhkəmə, polis, bürokratik sistem, yuxarı siyasi eşalonu təşkil edir. Aşağılarda isə sivil cəmiyyətdə də məktəblərdir, hansısa institutlardır ki, cəmiyyətə xidmət edir. Bura girib çıxan insanlar məktəb və ya xəstəxanalarda ola bilər. Bunlar vasitəsilə insanlar könüllü şəkildə özlərinin idarə olunduğu formaya boyun əyə bilirlər. Bu iki şəxsin nəzəri düşüncələrini Edward Said öz kitabında birləşdirir və tətbiq edir
qərbin gözündən şərq necə formalaşdırılır bilərəkdən və bu hansısa maraqlara xitab edir və düzdür, Said özü də bəzən kitabın girişində özünü tənqid edir ki, mən bir çox materiallara toxunmadan keçəcəm, ola bilsin ki, bu mənim kitabımın yanlışlığıdır və s. və ilaxır. Ancaq totalda öz tezisi bundan ibarətdir ki, qərbin gözündə şərq həmişə aşağı, feminin, statik, nağılvari və bir şeydir və Avropalı və ya Amerikalının şərqə baxışı elə Avropalı və Amerikalı olmağı ilə bağlıdır. Bir fərd kimi şərqə baxmır. Onlar bir Avropalı kimi baxır və onların düşüncəsində Avropa mərkəzli və ya qərb mərkəzli düşüncədən şərqə baxanda bizdə həyatımızda bəlkə də biz özümüzü şərq kimi görsək və ya həmin dövrdə şərq ölkələrində real hadisələrin təhrif olunmuş versiyası ortalığa çıxır. Bu hansısa maraqlara işləyir, o ayrı. Bu akademik bir elm sahəsi kimi orientalizmin bəlkə də böhranıdır. Hansı ki, Edward Saiddən sonra bu mənada onun yolunu davam elətdirən şəxslər ortalığa çıxdı. Kimsə Hindistanla bağlı ayrıca bir şey yazdı, kimsə Afrika ilə bağlı, kimsə o kitabla bir yerdə postmodernizmin ümumiyyətlə başladığını falan belə qeyd etməyə başladılar. Amma təməl mövzu bundan ibarətdir ki, qərb şərqi istismar etməsi üçün orientalizm deyə bir çətri altında öz fikirlərini istehsal edir və bu hegemonluğu bəsləyir. Belə deyək. Orada birinci demək lazımdır ki, Edward Said Fələstin əsilli, amma xristiandır. Amerikada yaşayır. Amerikada yaşayır. Təbii ki, öz indi köklərinə söykənərək buna xoş gəlmir ki, hələ buna xoş gəlmir ki, şərqi bu formada romantikləşdirir də qərb. Və üstəgəl demək lazımdır ki, indi qərb deyəndə biz Avropa mərkəzi nəzərdə tuturuq. Çünki ərəblər üçün qərb Mərakeşdir, Misir özünə qərb deyir falan. Amma burada söhbət gedir Avropanın şərqi belə deyək koloniyalaşdırılması. O da söhbət gedir 1798-ci ildə Napoleonun Misrə girməsindən sonra da. Orada mən belə bir bölgü görmüşdüm, xatırlamıram kimdən. O deyirdi ki, bu orientalistləri, yəni şərqşünasları 3 hissəyə bölmək olar. Mənə məntiqli gəlmişdi. Demək demişdi ki, birinci orientalistlər bu o adamlardır ki, məsəl üçün Fransa tutub Misiri və Misirin normal adamlarından gündəlik həyatı ilə bağlı heç bir fikri yoxdur da. Yəni bu Avropada yaşayıb xristian məntiqi, xristian teologiyası var bunlarda və Napoleon tutaq ki, bilmir və onun deyək ki, əyanları bilmir ki, bir Misirli cümə namazı necə gedir, bazarda necə davranır, bunları necə idarə eləsin də. Onların gündəlik həyatını tapşırır vəzirlərinə yaxud alimlərə. Alimlər də onları tezbazar, yəni yuxarıların qorxusundan tezbazar yanlış qənaətlərlə dolu bir raport verirlər yuxarılara. Və bunlar çox da ərəb dilini bilməyib ilkin dövrdə. Yəni bu bölgünü edən adam deyir ki, demək birinci şərqşünaslar, yəni o alimlər həm ərəb dilini bilməyiblər, həm niyyətləri pis olub. Yəni bunlar şimdi şərdir başlamayaq. İkincilər artıq müəyyən müddət orada qalandan sonra ərəb dilini öyrənən, amma yenə də niyyəti yuxarılara raport verib şərqləri idarə etmək olan alim qrupudur. Bəli, bunlar artıq savadlıdırlar, amma deyək ki, məsələn necə ki ingilislər, fransızlar indi də, yəni indi artıq çox bilirlər də şərq, bəlkə də müsəlmanların özləri qədər bilmirlər, daha çox bilirlər. Yəni məsələn Hollandiyada, digər İngiltərə zətdə ərəb dilini və müsəlmanları öyrənən kifayət qədər məktəblər var da. Amma niyyətləri yenə də idarə etməkdir. Bəlkə də bəzən fake, onları irrasionallaşdırmaqdır da, belə deyək, idarə etmək üçün. Hətta özlərini də inandırırlar ki, siz irrasionalsınız da, belə deyək. Üçüncülər artıq o Mehmanın bizə pas elədiyi, ötürdüyü bir kitab vardı, Montgomery Watt da bu. Bu adam isə artıq özü İslamı qəbul edib, ərəblərlə yaşayıb, ilk dövrlərdə müsəlman olmuş, sonradan İslamı qəbul edib. Şərt deyil İslamı qəbul etsin, xristian qalanlar da var. Amma niyyəti həqiqətən də gedib ərəblərlə, deyək ki, digər Hindistanlılarla oturub, onlar həqiqətən də öyrənib obyektiv bir qənaətə gəlmək. Yəni bu tip orientalizm əsli inkişaf elədi, belə deyək də. Məsələn, Sovet dövründə kitabxanalarda Adam Metsin İslamla bağlı bir kitab vardı, çox məşhur idi. Məncə Sovet dövründə yaşayan bizim nənələrin, əgər o kitabı oxuyublarsa, onların İslamla bağlı təsəvvürləri o kitabın içindəkilərlə bağlıdır. İndi Metz hələ yaxşıdır. Orada nə bilim Goldziyer adında adam var, Henri Lamens deyə adında adam var. Onlar ümumiyyətlə yəni az qala öküz üzərində, yəni elə təsəvvür elə ki, müsəlmanlar çox elə bir Abbaslar dövrü olmayıb, inkişaf olmayıb, sanki müsəlmanlar inanırlar ki, uçan xalça var. Hələ uçan xalçaya inanırlar, yaxud da nə bilim hər yerdə burada oriental rəqslər gedir.
hamı xalça üzərində uçur. Yer gəlmişkən sən də bu oyuncağı Jasmin, gətirmisən. Ələddinin çırağından nəsə istəyirlər falan. Çox romantikləşmiş bir şərq anlayışı var və elmi sanki də burada inkişaf olmayıb. Yəni sanki gök cisimləri ilə bağlı şeyi bir müsəlmanlar kəşf eləməyib, cəbrlə bağlı heç nə bilməyiblər və öküz üzərində bir planet düşüncəsi var bizdə. Bu bilmirəm, burada mənə iki şey maraqlı olub həmişə. Biri demək, deyəsən sən danışmışdın onu ki, bir iş yerində bir nəfəri dəstəmaz aldın. Necə söhbət idi o? Landmarkda olub bu hadisə. Landmarkda VC-də, məncə bunu tezə Landmarkda başqa yerlərdə də müşahidə olunmalı. Yəqin ki. Bir nəfər əl-üzünü yuyanda digəri ayağını qaldırıb dəstəmaz alır. Yəni boy olaraq eynidir o yuyulma yeri. Ona görə biraz səhnə biraz qəribə görsənirdi. Kiminsə üzünü yuduğu yerdə, kiminsə ayağını yumağı biraz belə konflikt yaratmışdı sanki onlar arasında da. Bu niyə yaranır? Bu ona görə yaranır ki, görüntü təzadıdır. Aysel, yəni belə baxanda bu çox qeyri-ədəbsiz bir şey kimi görünür ki, ayağını niyə qaldırmırsan, çik. Digər tərəfdən əslində biz özümüz burada yaşayaraq modernləşmək istəyirik. Normalda da təkcə müsəlmanlara aid deyil, deyək ki, bir Hindistanlı da ola bilər də, bütpərəst. Onun həyat tərzi deyək ki, gündəlik 5 vaxt namaz qılmalıdır məsəl üçün. Onun üçün şadravan olmalıdır. Yəni o memarlığını öz həyat tərzinə uyğun şəkildə qurmalıdır. Amma burada nə yaranır? Qərbin memari tikilisinin içində bu namaz qılmağa cəhd edilir və ədəbsiz bir mənzərə yaranır ki, ayağını qaldırmalıdır. Hərçənd şadravan olsaydı o ayağını aşağı yukardı və problem olmazdı da. Bir də yenə də mehmanın dediyi maraqlı bir şey var idi ki, məsələn restoranlara, toyazada gedəndə görürsən ki, zalda bir dənə şərq zalı var. Yaxşı deyildi ki, məsələn biz özümüz şərqliyik də, burada doğulmuşuq da, Qafqazlıyıq deyək ki. Bizim özümüz üçün şərq zalına nə ehtiyac var ki? O deyək ki, modern, yəni ki, Sovet dövründə və yaxud hardasa yaranmış qərblinin gözündə bu da şərq zalıdır. O da uydurma şərq zalıdır. Orada yenə doğrudan oriental rəqslər zadlar olur orada. Mənə gəlir ki, o da bir təzaddır. Yəni o orta əsrlərdə deyək ki, krallar gedib istila eləyəndə şərqi, oradan şeylər götürdülər də, nə simvollar məsəl üçün maral buynuzu məsələn. Digər krallar gələndə o türklərin sözləri merak otaqları, belə əyləncə otaqları var idi. Onları ora dəvət edirlər ki, baxın bu bizim gücümüzün göstəricisidir. Biz şərqdən bunları toplamışıq. Qeyri-rəsmi muzeylərdə, hansı ki indi Böyük Britaniyada olurlar, yəni tığından orada əşya var ki, onların hamısını bəlkə də onlar da həmin dövrdə aparıb ora göstərilir. Eləcə də Fransanın özündə, Louvre-da. Yəni bu özü kolonial tarixin indiki turistik yerlər olan Louvre və yaxud Victoria və Albert muzeyi kimi yerlərin necə qidalandığını göstərir. İndi məsələn o qidalanmağın hansı yollarla gəldiyini Said öz kitabında çox da güc üzərindən yox da kultural formada necə formalaşdığını izah etməyə çalışırdı. Daha çox verdiyi misallar ədəbiyyatçıların və ya hansısa incəsənət xadimlərinin öz əsərlərində şərqi necə görməyi ilə bağlıdır. Məsələn, Flaubertdə hansısa bir qadının şeytaniliyi bütün müsəlman qadınlarının şeytani olmağı ilə bağlı. Misir Gerard Nerval'ın gözündə necə görünürsə, artıq Avropalı Misiri elə görməyə başlayır. Bir Böyük Britaniya koloniyası olan illərlə Hindistanın hansısa bir ritualını icra eləməyi öz dininə aid olaraq. Bu Avropalının gözündə sarıya bürülüb yandırılan bir qadın obrazında qalır və onlar həmişə ona görə vəhşi kimi damğa yer ki, bunlar həmişə belədir. Qısaca bu Aleksandr filmində, Böyük İskəndər filmində də İskəndərin gedib çıxdığı yerdə Hindistanda olanlara qarşı öz generalları ilə bir fikir ayrılığı yaranır ki, sən onlara heç nə deyə bilmərsən də, onların tarixi sənin tarixindən daha qədimdir və s. Orada biraz elə bir Ridley Scott şey eləyir, yəni orientalizmi biraz şey laxladır da sanki. Bəlkə də heç o şuurda deyil. Yəni İskəndər orada, İskəndər deyirlər ki, sən niyə oradan bir qadınla evlənirsən? Bəli. Onun evləndiyi xanım İran şahının qızı olur və onlar bir yerdə sonra Hindistana gəlir və Hindistanda olan hadisələri artıq generallar bezdiyi üçün geri qayıtmağı təklif edəndə və onları hansısa formada necəsə üstlərinə zorbalıq edəndə generallar hindilərə qarşı. Onda İskəndərin orada bir çıxışı var çox qısa. Yəni onların mədəniyyəti olanda siz hardaydınız? Yəni barbar dövrlərdəydiniz. Halbuki sonradan dəyişildi bu. İndi Said üçün tarixdə orientalizmin formalaşmasında iki əsas ölkə kimi İngiltərə, Fransadır, sənin dediyin kimi. İngiltərə, Fransadan sonra 2-ci Dünya müharibəsi başqa səhnəyə, başqa fiqur çıxır, Amerika. İngiltərə, Fransa üzərindən getməyə məcburdur, çünki həmin dövrdə Almaniyanın və İtaliyanın hansı ki, Avropada adı çəkilə biləcək ölkələr kimi də
Koloniyası yoxdur. Koloniyası yoxdur. Və ona görə də Almaniya ilə bağlı Almaniya belə deyək, ölkəsindən çapdan çıxmış hansısa bir jurnal və ya kitaba heç bir müraciət yoxdur Edward Said. Bəlkə də onu tənqid kimi qələmə vermək olar Edward Said adına ki, Almaniyadan hansı ki böyük orientalist məktəb var orada və onların obyektiv baxışını biraz belə üstündən keçir sanki. Bəlkə də onu Edward Said üçün neqativ kimi qiymətləndirmək olar. Əslində Sovet dövrünü götürsək, yəni Sovetin daxili şərqşünaslığından söhbət etmək olar. Məsəl üçün Rusiya, yəni Moskva bu tərəfdən Qazaxıstanlar, Azərbaycanlar necə baxıb? Bunun Peterburq və Kazan məktəbi olub, oradan xeyli şərqşünas çıxıb. Demək ki, onlar əslində Qazaxıstan necə olmalıdır? Buna necə baxış verək? Məsəl üçün, məsələn, Əmir Teymurun davamı olan Səmərqənd, Özbəkistan. Əgər başa düşsək ki, o Əmir Teymurun davamıdır, daxili üsyanlar baş verə bilər. Gəlin ona, məsələn, mən özbəklərlə görüşəndə, elə bir çay içəndə Səmərqənddə ona dedim ki, sizlə bağlı bizim təəssüratımız nədir? Elə bir görüş filmində pambıq yığırsınız. Yəni elə göstərilib ki, mən bir dəfə özbək adını eşitmişəm, o da ordadır və belə çox aşağı səviyyədə bir imaj var da, belə obraz var sizinlə bağlı. Amma hərçənd Sovetdən öncə indi pis, yaxşı, müsbət və ya mənfi Əmir Teymurun bir paytaxtı Səmərqənd olub da, yəni böyük imperiyanın paytaxtı olub. Yəni elə göstərilib. Yəni ki, Sovetin də əslində yanaşması belədir. Mən demirəm bu mənfidir, amma bu yanaşma belə olub. Bilərəkdəndir də yanaşma. Yəni yəqin ki, hansısa marağa xitab elədiyi üçün elədir. İndi burada tutaq ki, liberal müstəvidə saf bilik və tutaq ki, dırnaqarası siyasi bilik arasında fərq var. Əgər düşünülürsə ki, tutaq ki, doğru bilik təməldə siyasi deyil, belə bir şey yoxdur. Yəni doğru bilik təməldə siyasi deyilir. Bu doğru olmaya bilər. Kimsə Shakespeare üzərinə tezis işləyə bilər və bu adamın niyyəti saf ola bilər. Ancaq Edward Saidin gətirdiyi misallar çox inandırıcıdır öz kitabında. Orientalizmlə bağlı gətirilən bütün kultural təmsillərin hamısı Avropalının gözündə bir Avropalı əhali üçün orada yazan 1, 2, 3, 10 adamdır da. Qalan hamı üçün orada tirajlanır axı. Bu tirajlanan şey əhalinin şərqə qarşı və öz ölkəsinin həmin şərq ölkələrini koloniyalaşdırması ilə bağlı düz eləyirlər. Elə onlara elə lazımdır bir fikri yaradır. Yəni bir common sense yaradır cəmiyyətdə. Bu mənada hansısa bir marağa xidmət eləmiş olur və sən öz ölkənin dəstəyini arxaya alanda, yəni istədiyin yerə girməkdə azadsan. Düzdür, indi bu dövrlərdə biraz o çətindir. Hollandiyada ya da Belçikadaydı. Kralın heykəllərini Leopoldun zadını yıxdılar ki, Afrikada o kolonial münasibətlərdə çox belə öndə iştirak edən adamlardan biri olub və s. Amma Saidin əsaslandırması həqiqətən də inandırıcıdır və bizə bəzən elə gəlir ki, tutaq ki, hansısa bir dövlətin hansısa bir araşdırma, mövzu ilə bağlı araşdırması sırf araşdırma xatirinədir. Bunun yanlışlığının digər bir misalını Said Noam Chomsky'nin misalı ilə verir. Chomsky'yə görə ABŞ-ın potensial enerji ehtiyatlarını qiymətləndirməsi ilə bağlı araşdırma aparan universitetdəki reportların hara getdiyini və bunun Vyetnam müharibəsində necə istifadə olunmağını obyektiv biliyin hansısa hərbi qərara xidmət eləməsi ilə bağlamağını göstərir. Da ki, sən universitetdə hansısa bir araşdırma aparılır. Sən düşünürsən ki, elmi progresə görə bu təcrübələr aparılır. Hansısa laboratoriyalar tikilir və s. və ilaxır araşdırmalar. Ancaq sonda bu gəlinən nöqtədə Vyetnam müharibəsi ilə link atanda orada artıq hansısa bir siyasi marağın üstə çıxmasını və bu araşdırmanın hansısa bir 200'lü formada, latent 200'lü olmasını görmək olur. Yəni qlobal mənada demək ki, bilik neytraldır, heç bir maraq xidmət edir. Bu böyük sadəlövhlük olardı. Yenə də indi burada konspirologiya mən axtarmıram. Yəni elə müstəqil alimlər var ki, o alimlər sadəcə düşünüb, bu qənaətə gəlib və yazıb, deyək ki də. Yəni bayaq dediyimiz Montgomery Watt, nə bilək ki, Einstein də nəsə düşünüb yazıb da nəsə Tesla misal üçün də misal ola bilər ona. Amma yəni görəsən Oppenheimer var məsələn o listə. Yəni biraz elə göstərilir ki, insan azabı çəkir. Yəni Oppenheimerə inanmıram, yəni o listə olsun. Amma ümumi mənada
Yəni deyək ki, sən böyük bir laboratoriyada işləyirsən, deyək ki, bioloqsan və yaxud sən Central Europa Universitetində tədqiqat aparırsan, gəldiyin qənaət liberalizmi məhv etmək lazımdır, ola bilməz də. Yəni çünki maliyyəni verən liberallar. Liberal institutlar. Bu burada da belə ola bilər, Moskvada da belə ola bilər, Türkiyədə belə ola bilər ki, deyək ki, bir dənə təriqətin maliyyələşdirdiyi hansısa bir şey, qrup deyə bilməzlər, təsəvvüf yanlışdır. Yəni o pul ötürülürsə, orada o diskursun daxilində öncədən, yəni bunlara bir təzyiq var ki, deyilməyən təzyiq var ki, sən burada buna yaxın qənaətlərə gəlməlisən də, düzdürmü? Yəni ola bilər ki, Zizek nəsə müstəqil çıxıb deyək ki, orada. Amma əsasən 90% bu marağa xidmət edir. Xüsusən biz söhbət edirik imperial, indi belə Avropa mərkəzçiliyi dağılır, amma o dövrdə yəni Avropanı qınamaq burada lazım deyil əslində belə baxın. Biz qınayırıq, səhv tərəflərini deyirik, amma bu adamlar gücə sahibdilər, Nietzscheçi mənada. Onlar hesab edirlər ki, bu güc beynəlmiləldir. Yəni deyək ki, aydınlanma içində hər şeyi daxil edirəm də, yəni irrasional və rasional şeyləri, cərəyanları. Bu qənaət ümumbəşəridir, riyaziyyat kimi deyək ki. Ona görə də mən gedib Fransanı tutub, onu ora yaymalıyam. Bunu məgər müsəlmanlar eləməyiblər ki, deyək ki, yəni məsələn də İslam dini haqdır və fəth var da, düzdürmü? Həzrət Ömərin dövründə bu olub. Və yaxud Osmanlı dövründə. Və yaxud Osmanlı dövründə. Hərçənd Osmanlı dövrü bu sual altındadır ki, nəyə görə Osmanlı onun daxilində olan serbləri, deyək ki, erməniləri, yunanları öz ideologiyasını çevirə bilmədi. Yəni gücü çatmadımı, istəmədimi? Yəni oradan çıxanlar elə dedi ki, cizyə okeydir. Yəni vergi ver, yəni bu qədər. Əslində bu yaxşı sualdır, yeri gəlmişəm. Nəyə görə Avropa həmişə gəldiyi qənaətləri universal olduğunu düşünür? Hegel düşünür ki, universaldır bu qənaətlər və hamıya bu ekspansiya olunmalıdır. Amma misal üçün indi okeydə Osmanlı qoyarkən Çində belə bir şey yoxdur. Yəni Çin özündən, öz sərhədindən kənara heç vaxt çıxmayıb. Belə tarix olaraq desək ki, tutaq ki, bu söhbət hardan başlayıb? Saidin kitabında o pyeslərdən verir. Afina dövründə, antik Yunanda daha doğrusu, Eschilin və Evripidin bir farslar olmalıdır adı, digəri isə Vakkalar. İki pyesində də ərəb və daha doğrusu fars və Yunan müharibələrində Yunanlının gözündən farslar necə görsənir, orada verir. İndi bu eradan əvvəldir də və eradan əvvəl indi Said belə biraz boşluqlarla tarixi, xronologiyanı qurmağa çalışır ki, bu bütün dövrlərdə, orta əsrlərdə xristian Avropanın İslamçı şərqə qarşı olan mübarizəsi kimi və s. verir və ondan sonra qaranlıq dövrdə bəlkə də heç adını çəkmirlər. Hansı ki, sonradan qəbul olunmuş şeylərdə artıq çəkilirdi. Hansısa İslam aydınlanması və İslam alimlərinin Avropa renesansına töhfələri və s. sonradan adları çəkilir. Onların üstünün örtülməsi və s. ta ki gəlir, hansı ki, imperial dövr deyə bilərik də ona, İngiltərənin dənizlər üzərində hökmranlığı ilə və Fransanın getdikcə böyüməsi ilə Afrikaya və Hindistana bu sıçrayışlar, belə deyək. Və bu sənin dediyin kimi imperial əgər düşüncə varsa, imperial düşüncəni yaymağın formasının təkcə güc yox, həm də kultural formada. Yəni işğal edəcəyin ərazidə yaşayan əhalinin kultural kodekslərini yaxşı bilərək onlar üzərindən öz hegemoniyanı qurmağın yolunu, necəliyini Edward Said öz Orientalizm kitabında yazır və məncə doğru olan yerlər çoxdur. Bu özü əvvəldə qeyd etdiyim kimi hansısa tənqidi cərəyanlara sonradan yol açdı. Hətta söhbət gəldi, yəni başqası deyilən bir şey varsa, Avropa və başqası varsa, başqasıya təkcə şərq, ölkə və ya coğrafi yerlərə aid olunmadı, həm də insanlara aid olundu. Məsələn, insanlar öz aralarında cəmiyyətdə kiməsə başqası kimi yarlıq yapışdırırsa, artıq onların da öz səsi olmağa başladı və onlar da Saidin kitabından təsirlənib cəmiyyətə qarşı dayana biləcək bir mövqe sərgilədi. Okeydir, amma misal üçün ərəblər çıxmaq şərtində ərəblər həqiqətən də dünyaya açılıblar. Misal üçün Əndəlüs təcrübəsi var. Yəni Avropa ilə bir girişçi fəlsəfədə tərcümə ediblər ki, Suriyalılar falan da, Suryanilər falan. Yəni onlara universal saymaq olar, yəni iddiaları universal olub. Amma digər tərəf misal üçün Çin, deyək ki, türklər zətdə onların belə bir yayılmaq, yəni mənim düşüncəm universaldır və hamı buna xidmət etməli düşüncəsi sanki axsayıb. Bəlkə mən nə isə bir qaçırıram. Bəli, elədir. İndi onlarda həmin məqamda sənin dediyi və haqq qazandırmaq olar ki, Avropa yəni bacardı, yəni elədi və
artıq tarix buna qərar verir də, indi qərar verir ki, yəni Avropa artıq başına döyürsə, dırnaqarası, yəni öz elədiyi hansısa bir cinayətlərin qarşısına cavabdeh vəziyyətinə düşdüyü üçün eləyib. Yəni bu tarixin necə deyək, ironiyasıdır ki, əvvəl sən üstün idin və indi artıq altda olan adamlar üsyan eləyə-eləyə öz müstəqilliklərini bu və ya digər formada bərpa eləyib. Nə qədər belə şübhəli olsa da. Öz müqəddəratını Litva həll eləyib. Nəyi ilə, necə bilmirəm. Və ən azından masada oturmağa, yəni bir dialoqda bir subyekt kimi tanınır da. Yəni ən azından ona nail olublar. İndiki dövrdə bilmirəm, yəni bunu nə dərəcədə əsaslı saymaq olar. Əsaslı saymaq olar bunu. Amma ən azından görüntüdə elədir. O ki, qaldı orientalizmin özünə tez olaraq məncə işləkdir. Kimsə tarixi olaraq hansısa boşluqların olduğunu, hansısa məktəblərin nəzərə alınmadığını, koloniyası olmayan Avropa ölkələrinin olduğunu və bu mənada orientalizmin bütün Avropaya tətbiq oluna bilinməyəcəyin kimi tənqidlərlə çıxış eləyirsə, bəlkə də tezisin güclü olmasına onları qurban vermək olar bəlkə də. Çünki çox analitik olardı onda. Biz yəni hopdan götürürük də söhbəti. Yəni Edward Said ümumən haqlı idi. Yəni ümumən, amma burada məsələ ondan ibarətdir ki, çox da kövrək yanaşmaya da yer verməməliyik. Nə baxımdan? Məsəl üçün bir nəfər adını çəkmək olar, Martin Bernal'ın La Catena kitabıdır. Orada göstərir ki, Afina ilə paralel bir neçə mədəniyyətlər olub ki, əslində onlar da Avropa kimi inkişaf etmişdi. Sadəcə Avropa tarixi yazında onları qəsdən kölgədə qoydu. Məsələn, Herodot demədi də o barədə heç nə. Yəni əslində onları nəzərə almadı qəsdən bəlkə bir siyasi olaraq da. Elədir, amma o yəni ki, bir dəfə elə üçümüz sən mən mehman oturanda söhbət açıldı ki, belə bir Türkiyədə belə bir məşhur sanki tezis var, AKP cəbhəsindəki kayıb aydınlama, yəni itirilmiş aydınlama deyə bir şey var. Sanki Sakaryada, Konyada zaten aydınlama olub. Yəni məsəl üçün Avropada, İtalyan şəhərlərində də eyni qədər olub, sadəcə o araşdırılmayıb. Yəni əgər olmuşdusa, güc elə bir şeylik, əgər olmuşdusa, onun yayılmamağı mümkün deyil idi. Yəni bilik özü ilə bərabər güc gətirir də Bacon dediyi kimi. Yəni bu belə bir şey yoxdur. Məsələn biz ikimiz oturmuşuq, sən möhtəşəm bir sahə ilə bağlı bir şey bilirsən, mühəndisliklə bağlı. Ola bilməz mən sənin biliyinin qarşısında ərimiyim. Yəni mən də paralel inkişaf edib. Elə şey olmurdu. Yəni adətən ürək bir yerdə döyünür. Bir müddət şərqdə olub, deyək ki, şərq dediyim, yəni bu ərazilərdə də deyək ki, məsələn Abbasilər dövründə və s. O dövrdə Avropa inkişaf eləməyib. Avropa cığalçılıq eləməyib də ki, bizdə də var idi. Meşə idi, barbarlar idi falan. İndi Avropa gəldi. Bəli, bəzi şeyləri müsəlmanlardan götürdü, ola bilər. Yəni belə bir fake söhbət var ki, Descartes hər şeyi İbn Heysəmdən götürüb. Hər şey yox. O 100 parçadan biri də İbn Heysəm olub. Amma Descartes fiziklərdən, Avropalılardan, Yəhudilərdən, xristianlardan mənimsəyib və böyük bir sıçrayış edib. Elə bir şey edib ki, ondan qabaq onu eləyən olmayıb. Və indi Avropa demir ki, misal üçün, yəni bu baxımdan söhbət alim və filosoflardan gedir də. Yəni Avropa demir də ki, əvvəl bizdə də var idi. Olmayıb, estafeti biz götürmüşük və indi də istila edirik. Mən bunun etik cəhətdən yaxşı olduğunu demirəm, amma fakt budur. İndi estafeti bacarsa, məsəl üçün Qətər götürsün də. Qətər götürsün, hə. Bu şərq-qərb ayrımının həm də Edward Saidin öz belə son sözündə kitabında qeyd etdiyi kimi yanlış olduğu qənaəti vurğulanır kitabda. Yəni sənin dediyin kimi bir yerin inkişafı ya da bir cəmiyyətin, bir kulturanın inkişafı üçün təkcə o kultura öz daxilindən qidalanmır. O digərlərinə də müraciət eləyir. Əgər bunu belə götürsək, bizdə onda şəbəkə alınır. Biz hansısa bir yeri özlüyündə statik, hansı ki qərbin şərqi gördüyü kimi statik, heç bir şeydən xəbəri olmayan, heç vaxt inkişafa doğru getməyən, hansı ki Ernest Renan'ın dillə bağlı filoloji araşdırmaları, hansı ki 19-cu əsrdə orientalizmin inkişafında önəmli rol oynayıb onun mətnləri, yəni Avropanın gözündən şərqə baxmaq mənasında. Ondakı kimi, əgər heç bir inkişaf yoxdursa, şərqlilər elə belə gəlib, belə də gələcək və s. edirsə, bunun altı artıq oyulur. O mənada ki, sən təkcə öz daxilindən inkişaf edə bilmirsən. Sən başqa yerlərə açıq olursan və sən başqa yerlərdən hansısa məlumatlar götürürsən və bu yaradır şəbəkəni. Yəni artıq biz dünyada da bəlkə şəbəkə kimi baxmalıyıq. Biraz Martin Bernal da haqlıdır. Avropa da haqlıdır. Avropa da nəyisə götürüb, Bernal da haqlıdır ki, Avropa ola bilsin ki, bəzi şeyləri göstərməyib. Yəni şərqin də öz yeri var bu mənada və s. və s. Yoxsa biri aşağıdır, biri yuxarıdır. İkisi Huntingtonun işləməyən tezisi kimi də, yəni ayrı-ayrı mədəniyyətlər var və onların toqquşması müşahidə olunur. Əslində yanlış
tezisdir. Yəni Bəli. hər kəs bir-biri ilə alış-verişdədir. Yəni dünyada olmaq bəlkə də odur. Yəni bir-birinə Orada alış-verişdə. yaxşı söhbətdir o. Elə Renan da yaxşı söhbətdir. O barədə biraz danışaq məncə. Məsəl üçün milli burja inqilabından sonra milli dövlətlər yarandı. Biz indi dünyaya elə bilirik ki, həmişə milli dövlətlər olub. Məsəl üçün Litva ayrı olub, Azərbaycan, nə bilim, İran ayrı. Bunlar əslində imperiya daxilində bir-biri ilə münasibətdə olan və hələ xalq, folk söhbəti icad olunmamış dövrə aiddir bunların dili. Yəni o dövrdə belə şey yox idi. Mən Litvalıyam, Litva dili ilə danışıram. Elə deyil. Ortaq bir dil var idi və hamı bir-biri ilə dini kimlik üzərində münasibət qururdu. Milli kimlik üzərində yox. O baxımdan da deyək ki, Afina estafet ötürür ərəblərə, ərəblər estafet ötürür Avropalılara, düzdürmü? Bunlar arasında belə bir söhbət yox idi ki, sən müsəlmansan geri get. Məsələn, İbn Sinanın bütün tələbələri heç bir müsəlman olmayıb. Yəni ki, Yahudi, Xristian falan olub. Yəni bu da deyərdi ki, sən mənim məzhəbimdən deyilsən. Daha geniş idi, daha rahat idi məzhəblər arasında münasibət. Və burada maraqlı bir dənə söhbət var. Ernest Renan məşhur belə qanadlı ifadə, qanadlı yox, bilmirəm, qanadsız ifadəsi var ki, demək İslam inkişafa maneədir. Bu ifadəsi, İslam inkişafa maneədir ifadəsi müsəlmanlar arasında böyük kompleksə və yaxud cavab vermək ehtiyacı yaranıb müsəlmanlar içində. Birinci sual, niyə yaranıb? Ona görə ki, güc idi artıq Avropa. Yəni mərkəz, bir elm institutu olan bir yer sənə deyir ki, sənin düşüncən Qəzali ilə birlikdə gerilədi və pozitivizm, yəni progres ideyası sizdə inkişaf eləməyəcək. Müsəlmanlar buna cavab verməyə ehtiyac hiss edirlər. Məsələn, Heydər Camal deyir ki, ehtiyac yox idi. Cavab verməyə, çünki sən özün də bir gücsən, sən onu ignor edib öz tezisini qurmalıydın. Ümumiyyətlə Heydər Camal hesab edir ki, qərbşünaslıq olmalıdır, yəni oksidentalizm, yəni zarafatçı deyir ki, küfrologiya, küfrün elmi. Yəni necə şərq sənə baxırsa və sənə bir ad qoyubsa, yəni ad qoyub və səni idarə edir də, sən də inanmısan buna. Eləcə də şərq əgər güclü bir bilik mərkəzi varsa, bir logistikası varsa, qərbə ad qoymalıdır və onu idarə etməlidir. Əgər bu qarşılıqlı davadırsa da, belə deyək, münasibətdirsə. İndi niyə, əsas mənim sualım budur, Ernest Renan'a niyə cavab verməyə ehtiyacı hiss olundu? Çünki onlar güclü idi, sən zəif idin pozisiya olaraq, siyasi olaraq və sən ona cavab verməlisən. Və indi cavab, tutaq ki, Əfqani kimi modernistlər də çıxdı və ignor edən ənənəçilər də çıxdı. Yəni sadəcə sualı qoyan fiqurun olduğu yer də önəmlidir də. Yəni həmin dövrdə Avropalı bir adamın o sualı qoyması üçün kifayət qədər imkanı var. Bəli, bəli. Bir Afrikalı o sualı vermədi də. Çünki Afrika aşağı Afrikanın bəlkə də elə bir dərdi yox idi, sual dərdi yox idi. Çünki Avropalı dünya ilə üz-üzədə orada hansısa bir şərqlə yox. Şərq elə dünyanın bir hissəsidir onun gözündə, yəni. Ona görə ikinci məsələ isə şərqin qərbi oxumaq cəhdi. Bu dialektikaya məncə belə ehtiyac yoxdur. Yəni işləməyəcək bir şey kimi görünür. Said öz kitabının ön sözündə də eyni şey deyir ki, tutaq ki, qərb bir qələt də eləyib, şərqi belə oxuyub və bunun hansısa tarixi, sosioloji, ideoloji, iqtisadi və indiyə qədər də hiss etdiyimiz hansısa mənada bir nəticələri olub. İndi biz duraq yenidən deyək ki, onlar bizə qarşı orientalizm eləyib, biz də oksidentalizm eləyib, o ilə bağlı institutlar yaradıq və s. və s. Bu heç bir şeyi sanki dəyişməyəcək. Yəni ona görə də bu belə dialektdə oxumaqdansa o ikilikdən çıxıb bəlkə də sadəcə başqa bir versiya axtarmaq lazımdır ki, daxildəki, yəni bu xaricdəki adam fiqurla yox, daxildəki imaj var bizlə bağlı yaradılan. Bəlkə də biz özümüz onun öhdəsindən gəlməliyik ki, bəlkə də bizə də artıq sirayət edib. Ki, qərblinin gözündə biz şərqli olaraq belə görsənirik, özümüzü yəni tənzimləyək də, yəni çəki düzən verək. Hər dəfə yəni kimləsə söhbət edəndə və s. Orada qəribədir ki, məsələn İspanlar xatirətini oxumuşdum, demək Turgenevin. Turgenev deyir ki, o dövrdə hamı Fransaya gedirdi. Hətta ruslar özlərində 90% Asiyada bu tərəfdir. Gedirdi, o dövrdə qatar zad təzə dəmir yolu təzə inkişaf edir falan. Biz Turgenev deyir ki, mindim qatara və Balzac'ın yanına, dostum Balzac'ın yanına gedirəm və o dövrdə demək qatarlar belə üzbəüz idi. Yəni artıq üzbəüz otururdular və Avropalı bir-birinin gözünə baxa bilmədikləri üçün utanırdılar da, mədəniyyət formasıdır. Onlar gözünü aşağı eləyib kitab oxuyurlar və ya roman yazırlar. Orada qatarda yazılan çoxlu romanlar var. Və Turgenev deyir ki, üzümü belə çevirdim, qatarların əksəri vaqonları Fransaya gedirdi və deyir ki, bütün təbiət və ağaclar Fransaya doğru əyilirdi. Belə romantik bir şey vardı. Yəni sanki təbiət də Parisə doğru dartınır. Və deyir, gedib orada Balzac'la görüşəndə, bu maraqlı söhbət. Balzac'a deyirdi ki, mən sənin əsərlərini oxumuşam, fransızcam var. İndi bu şey məktəbi daxı progresə inanır və fransızca. Balzac deyir ki, sən də onları tərcümə edirsən, mən bilmirəm rusca və ehtiyacı da yoxdur rusca bilməyə. Yəni rus dili belə o dövrdə fransız və almancanın təsiri altında əzilirdi.
mən elə buradan nəticəyə gəlirəm ki, əslində ruslar Asiyalıdır. Yəni şərqə daha yaxındır, nəinki qərbə. Düz orada iki məktəb olub, demək Peterburq mərkəzlilər, Avropa mərkəzli olub Pyotrun şeyi ilə. Biz Avropanın kiçik bacısıyıq deyirlər də. Amma Moskva konservativ olub, indi o dövrdə paytaxt deyil idi və düşünüb ki, yox biz elə tatarların, o şeylərin, Çingizxanın oradanın davamıyıq da. Bunlar arasında əsas konflikt var. Orada İspanların maraqlı şey var. Hansısa bir İspan yazıçı deyirdi ki, deyir bu biz Avropanın əlindən bezmişik, indi cənubda da istiqanlıdır, bizə yaxındır. Biz rusları özümüzə daha yaxın görürük. Çünki bir fransız gəlir 2 gün deyək ki, Madriddə yaxud Sevillada yaşayır. Gördüyü şeylər nədir? Qaraçılardır bunlar. Götürüb yazır və aparır Fransaya. Fransada bütün insanların təəssüratı romanla şeydir. O adamın deyək ki, Balzac'ın romanını oxuyur və deyir ki, o İspanlar qaraçıdılar ki. Hərçənd İspaniyadan mədəniyyət olub da, yəni. Yəni İspanlar bizim kimi, yəni biz heç yerdə oriental oynamırıq da, yəni maksimum çay içə bilərik də. Heç kim xalça üzərində uçmur. Onların İspanların da Avropa mərkəzi, yəni Fransadan daha eləyirlər ki, bunlar bizə çox aşağılayıcı və kiçik kimi baxırlar da. Nəticədə Natasha rəqs edir də. Onu da əslində vurğulayıb bitirmək olar ki, demək kimdə Orlando Figes'in bir kitabı var. Rusiyanın mədəniyyət tarixi belə deyək də. Və orada elə bu alt başlıqdır. Natasha rəqsi. Natasha rəqsidir adı, bəli. Və şeydir, orada elə bu dixotomiyanı qoyur ki, Peterburq mərkəzli Avropa düşüncəli insanlar, fransız dili bilənlər Moskva düşüncəsinə qarşı mübarizə apardı və bütün yazıçılar da o konfliktdə başı qarışmışdı. Orada da Hərb və Sülhdən misal verir ki, demək ki, Natasha Rostova içəri daxil olur qonaqların yanında. Bu həmin Natasha fransız dilini bilən aristokrat ailəsindən doğulub və birdən niyəsə o şən məclisi görüb, birdən rus rəqsi ifa eləməyə başlayır. Şeydir ki, Natasha'nın cismində əslində iki ziddiyyət var artıq. Həm şərqlilik, həm qərblilik. Rusiyada qərar verə bilmədi ki, o aristokrat Avropalıdırmı, yoxsa ki, çölə bağlı olan bir şərqlidirmi? Rusiyanın timsalında bunu görmək olar ki, onlar da kompleks içindədirlər. Məncə ehtiyac yoxdur. Məncə gürcülər kimi ehtiyac yoxdur demək ki, mən Avropalıyam da. Yəni Qafqazlısan, hamı öz belə habitatında yaşasa yaxşıdır yəni. Belə. Unutmayın ki, uçuruma baxarkən uçurum da sizə baxır.